Ölkə gündəminə dair xəbərlərlə buraxılışımızı davam etdiririk. Pakistanın İslamabad şəhərində Asan Xidmət Mərkəzinin açılış mərasimi keçirilib. Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Mərasimdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, Pakistan hökumətinin üzvləri, Azərbaycan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Bildirilib ki, Pakistan Asan Xidmət Mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmətin həyata keçirilməsi nəzərdə tutulur. Mərkəzdə Asan xidmət standartları, Asan könüllülük proqramı və Asanın innovativ həlləri tətbiq edilir. Mərkəzin girişində isə Azərbaycan-Pakistan dostluğunu əks etdirən xüsusi güşə yaradılıb. Burada Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan statı da yer alır. Mərkəzlə tanışdıqdan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistan Asan Xidmət Mərkəzinin gələcək inkişaf konsepsiyası, innovativ həllər və Azərbaycanın dost konsepsiyası ilə bağlı Pakistan nümayəndə heyəti üçün təqdimat edib. Qeyd edək ki, 30 ölkə və beynəlxalq təşkilatla Asan xidmət modelinin ixracına dair müqavilə bağlanıb. Artıq 6 ölkədə İndoneziya, Özbəkistan, Efiopiya, Uqanda və Əfqanistandan sonra Pakistan da Asan xidmət modeli əsasında xidmət mərkəzləri fəaliyyət göstərir.